Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və bihi nəsta'in. Salam, əziz və hörmətli Hadi TV izləyiciləri. Sizləri Şərq ədəbiyyatı və ilahi mərifət verilişində xoş gördük. Bugün yenə Sədi Şirazinin qəzəlini izah edəcəyik və keçən dəfə biz Adəmiyyət qəzəlinin 2-3 beytini xidmətinizə təqdim etdik inşallah. Və bugün həmin qəzəlin ardını izah edəcəyik. Və qəzəli yenidən oxuyuram. Sədi buyur ki, Təni Adəmi şərif است به جان آدمیت نه همان لباس زیباست نشان آدمیت اگر آدمی به چشم است و دهان و گوش و بینی چه میان نقش و دیوار و میان آدمیت خور و خواب و خشم و شهوت شغب است و جهل و ظلمت حیوان خبر ندارد ز جهان آدمیت. Həkim Sədi buyurur ki, Təni Adəmi şərif است به جان آدمیت. Adəmin bədəni şərifdir, amma onun bədənində olan ruhuna görə, canına görə, can şərif olduğu üçün bədən də şərifdir. Nə həmən libası zibas, nişan-ı Adəmiyyət. Yəni, həmin gözəl libas adamlıq nişanəsi deyil. Sonra deyir, əgər Adəmi be çeşməst o dahanı qoş o bini, əgər insaniyyət və adamlıq göz, ağız, qulaq və burunladırsa, çə miyanı nəqş-o divar və miyanı Adəmiyyət. O zaman divardakı olan bir insanın rəsmi ilə canlı bir insan arasında fərq nədir? Əgər insanlıq fəqət zahiri görüntüdürsə. Xor-u xab و خشم و şəhvət şəğəb است و cəhl و zülmət. Yemək və yatmaq, şəhvət və qəzəb, şəğəb است و cəhl و zülmət. Fəsaddır, cəhalətdir, zülmətdir. Heyvan xəbər nədarad z cəhan-ı Adəmiyyət. Heyvan insaniyyət dünyasından xəbərdar deyildir. Bu beytləri biz keçən dəfəki verilişlərimizdə izah etdik. Sonraki beyti diqqətinizə çatdırırıq. Sonraki beytdə Sədi Şirazi buyurur, Bi həqiqət Adəmi baş və gər nə morğu başad ki həmin suxan beqoyad be zəban-ı Adəmiyyət. Bu beytdə Sədi çox dərin bir mənanı, irfani bir həqiqəti çatdırmağa çalışır. Yəni, demək istəyir ki, insan vücudunda ruh əlamətlərlə zahir olur. O əlamətlərdən biri danışmaqdır, sözdür. Söz, yəni insan ruhunun, insan ağlının göstəricisidir. Sonra baxışdır, hərəkətlərdir, əməllərdir. Bütün bunlar insanı digər canlılardan fərqləndirir. Yəni, insanın ruha sahib olan varlığı, ağla sahib olan varlığı, qəlbə sahib olan varlığı digər canlılardan fərqləndirir. Yəni, digər canlılar heç birisi nə insani baxışa sahib deyil, nə insani kəlama sahib deyil, nə insani rəftara sahib deyil, nə insani əxlaqa sahib deyil. Yəni, heyvanat aləmində əxlaq mövcud deyildir, əxlaq anlayışı yoxdur. Əslən, heyvanat aləmində idrak deyilən bir şey yoxdur. Təfəkkür deyilən bir şey yoxdur. Kəlam deyilən bir şey yoxdur. Kəlam əslən Sədiyə görə, bizim ariflərimizə görə, kəlam əslən insan vücudunda Allahın nişanəsidir. Çünki kəlam insan vücudunda ruhun nişanəsidir. Ruh, insani ruh kəlamı icad edər. Ağıl kəlamı icad edər. Yəni, insan əslində kəlamda xülasələşmiş bir varlıqdır. Çünki kəlam, söz insanın ağla sahib olduğunu göstərir. Amma deməli, insan ağıldan ibarətdir. Amma ağıl bəs nədir? Kəlamda gəlib zahir olur. Yəni, kəlam təfəkkürün sahibidir, nəticəsidir. Kəlam, söz təfəkkürün nəticəsi olduğu üçün söz insanı insan edər. Amma mümkündür ki, insan danışmadan söz sahibi olsun. Yəni, təfəkkür insan içində olan bir danışmaqdır, kəlamdır. Yəni, təfəkkürlə insan özü ilə danışır, Rəbbi ilə danışır, varlıqla danışır. Deməli, təfəkkürün özü bir sirridir. Düşüncənin özü ağıldan doğan bir həqiqətdir, amma ağıl özü bir sirdir. Yəni, təkamülçülər bugün də izah edə bilmirlər ki,
Niyə insan ağıl sahibidir? Niyə digər canlılar ağıl sahibi deyil? Ağlı formalaşdıran nədir? Hansı hadisə səbəb oldu ki, insan beyni başqa cür inkişaf etdi, başqa cür formalaşdı və başqa cür formalaşması nəticəsində insan ağıl sahibi oldu, insan kəlam sahibi oldu, insan danışa bildi, insan fikrini deməli izah edə bildi. Ona görə də Sədi bu məsələyə çox irfani bir şəkildə yanaşır, deyir ki, bir həqiqət adəmi baş, həqiqətən insan ol. Yəni, kəlamın mənasını anla, dərk et. Anla ki, bu kəlam nədir? Səndə bu kəlamı icad edən nədir? Və gər nə morğu başad. Deyir, əgər həqiqətən adam olmasan, danışmaq heç də sənin adam olduğunu göstərməz. Yəni, fəqət danışmaq, fəqət söz demək adamlıq nişanəsi olsaydı ki, həmin suxan beqoyəd, be zəbani adəmiyyəd. O zaman deyir, mən quş da görmüşəm. Bir quş da görmüşəm ki, eynən insan kimi danışır. Amma həmin quş heç vaxt danışığının mənasını anlamır, dərk etmir. Yəni, təqlididir. Yəni, bir heyvan, bir quşun təlimlə danışması onu insan etməz. Necə ki, Füzulinin də şeirlərində biz bunu görürük ki, Füzuli deyir ki, hər kimin varisə zatında şərarət küfrü, istilahat-ı ulum ilə müsəlman olunmaz. Gəl qaradaşı, qızıl qan və rəngin edəsən, təbə təğyir verib, ləli bədəxşan olmaz. Eyləsən tutiyə təlimi ədai kəlimat, nitqi insan olur, amma özü insan olmaz. Bu hissəsini istəyirəm izah edəm. Deyir ki, əgər tutiyəsən təlim ilə, təqlid ilə söz deməyi öyrətsən, onun nitqi insan olur. Yəni, sözü insan sözüdür. Amma o sözünün sahibi deyildir. Çünki sözünü dərk etməz. Amma özü insan olmaz. Deməli, insanlıq fəqət söz səslə deyildir. Sözün arxasında dayanan məna ilədir. Yəni, biz sözü eşidirik, amma mənasına diqqət yetirmirik. Mənanı anlayan artıq insandır. Məna verən sözə artıq insandır. Söz fəqət hərflərdən və səslərdən ibarətdir. Səslər və hərflər nizamlı şəkildə bir-birini əvəz etdiyi zaman söz meydana çıxır. Sözlər də nizamlı şəkildə bir-birini əvəz etdiyi zaman, bir-birinin ardıca gəldiyi zaman cümlələr qurulur və cümlələr də bir-birinin ardıca nizamlı şəkildə düzüldüyü zaman bir fikir, bir mətin ortaya çıxır, bir mövzu ortaya çıxır. İnsan bunun üzərində düşünürmü? Görün, nə böyük sirlə insan qarşı-qarşıyadır. Yəni, necə təsadüfən bu sözlər yarana bilər, necə təsadüfən bu səslər yarana bilər, necə təsadüfən bu hərflər birləşib sözləri, sözlər birləşib cümlələri, cümlələr birləşib böyük bir mətni, böyük bir mətndə birləşib böyük bir kitabı, böyük bir kitab da böyük bir aləmi, bir cahanı izah edə bilər. Bəs bunu izah edən həmin kitabdakı olan sözlər deyil, həmin cümlələr deyil, bəlkə bu mənanı izah edən insandır. Deməli, sözə dəyər verən insandır, cümləyə dəyər verən insandır, kəlamı kəlam edən insandır. Kəlamın özü insanlığın göstəricisi deyil, kəlamın arxasında olan məna insanlığın göstəricisidir. Mümkündür ki, bir körpə uşaq sənin dediklərini təkrar etsin, amma mənasını anlamasın, dərk etməsin. O insanın həmin tuti ilə, körpə uşağın həmin tuti ilə heç bir fərqi yoxdur. Deməli, insanı insan edən kəlamdır, amma insan o kəlamın arxasındakı olan mənanı anlayarsa, kəlama məna verəni dərk edərsə, yəni kəlama məna verən bizim zehnimizdir, bizim beynimizdir. Bizim zehnimiz də bizim əqlimizin göstəricisidir. Bizim ağlımızın olduğunu göstərir, amma ağıl artıq maddi deyildir. Ağıl artıq bədənlə məhdudlaşmır. Bədən yox olduqdan sonra ağıl qalır, ruh qalır. Bir aləmdən başqa bir aləmə intiqal edir. Ona görə Həzrəti Sədi deyir ki, bir həqiqət adəmi baş və gər nə morğu başad ki, həmin suxan beqoyəd, be zəbani adəmiyyət. Həqiqətən adam ol, insan ol, insanlığın həqiqətinə gedib yetiş. Ey dinləyici, ey insan. Əgər belə olmasaydı, o zaman təqlid edərək danışmağı öyrənən bir quş gördüm ki, insan kimi danışırdı. Amma ona insan deyilməz. Niyə? Çünki o danışdığının mənasını idrak etmir. Deməli, çox dərin bir mənanı Sədi burada çatdırmaq istəyir. Sonra deyir, məgər Adəmi nə budi ki, əsir div mandi?
که فرشته راه ندارد به مکان آدمیت. Yəni burada da çox dərin Qur'anı bir mənanı çatdırır Sədi Şirazi. Yəni burada divdən məqsəd şeytandır. Yəni insan şeytanın əsiri olduğu zaman insaniyyətini unudur, adəmiyyətini unudur, Rəbbini unutmuş olur. Rəbbini unutduğu zaman öz nəfsini, həqiqi varlığını unutmuş olur. Necə ki Allah Quranda deyir ki: "La takunu kallazina nasullah fa ansahum anfusahum." Deyir, ey iman gətirənlər, ey insanlar, o şəxslər kimi olmayın ki, nasullah. Onlar nə etdilər? Rəblərini unutdular və Rəblərini unutmaqlarına görə fa ansahum anfusahum. Allah da onların nəfslərini onlara unutturdu. Yəni, əgər insan divin əsiri olarsa, yəni Sədinin təbiri ilə desək, şeytanların əsiri olarsa, o zaman o insan adamlığını unutmuş olur, insanlığını unutmuş olur. Ona görə Sədi qınıyır. Deyir ki, məgər Adəmi nə budu ki, əsir div mandi, ki ferişte rah nə darad və məkanı Adəmiyyət. Deyir, sən bu boyda yəni istedad Allah sənə əta etmişdir. Böyük bir şəxsiyyət sənə vermişdir. Elə bir sənə elm əta etmişdir ki, o elmi mələklərə Allah verməmişdir. Elə sənə bir ruh əta etmişdir ki, məqam vermişdir ki, kəramət sənə əta etmişdir ki, Allah mələklərə belə onu əta etməmişdir. Necə ki, Allah deyir ki, və iz qala rabbuka lil mələikəti inni ca'ilun fil arzi xəlifə. Mələklərə Allah deyir ki, mən yer üzündə xəlifə yaratmaq istəyirəm. Qalu ətəz'alu fiyhə mən yufsidu fiyhə və yusfiku dima və nəhnu nusabbihu bihamdikə və nuqaddisu ləkə. O zaman mələklər Allaha deyir, sən yer üzündə xəlifə yaratmaq istəyirsən, yer üzündə qan töküb zülm edəcək birini yaradırsan. Yəni, mələklər insanın nəfs yönünü görürdülər, insanın şəhvət və qəzəb yönünü görürdülər və insanın şəhvət və qəzəb yönündən doğan fəsadı görürdülər. Qan tökəcək, zülm edəcək, fəsad törədəcək yer üzündə insan. Yəni, insan elə bir vəhşiyə çevrilə bilər ki, insan elə bir caniyə, yırtıcıya çevrilə bilər ki, heç bir yırtıcı, heç bir vəhşi insan qədər təhlükəli ola bilməz, insan qədər zərərli ola bilməz. Deməli, insan əgər enərsə, tənəzzül edərsə, aşağılardan aşağı olacaqdır. Əgər inkişaf edərsə, meyrac edərsə, ən üstünlərdən üstünü ola bilər. Ona görə Allah deyir ki, inni a'lamu ma la ta'lamun. Mələklərə xitab edərək Allah deyir ki, mənim bildiyimi siz bilməzsiniz. Yəni, mən insan vücudunda elə bir gövhər qoymuşam ki, elə bir inci qoymuşam ki, elə bir dəyərli bir şey qoymuşam ki, insan vücudunda, insanın fitrətində, əgər insan o fitrətini inkişaf etdirərsə, əgər insan o incini, gövhəri üzə çıxardarsa, dərinliklərdən üzə çıxardarsa, o zaman insan mələkdən üstün ola bilər. O zaman sizin anlamadığınızı Adəm anlaya bilər. Necə ki, Allah Adəmə deyir ki, ya ey Adəm, isimləri onlara say, isimləri onlar üçün zikr et. Adəm də isimləri zikr edərkən mələklər deyirlər ki, ya Rəbbimiz, biz həqiqətən də sənin bizə öyrətdiklərini bilirik, sənin bizə öyrətmədiklərini anlamarıq və bilmərik. Bu məsələyə işarə edir. Burada deyir ki, ferişte rah nadarad bi məkanı Adəmiyyət. Yəni, sən nəfsinə uyduğun üçün endin, tənəzzül etdin ey insan. Amma uruc etsəydin, meyrac etsəydin, ucalsaydın, yüksəlsəydin, elə bir məqama çata bilərdin ki, mələk həmin məqamda deyildir. Yəni, mələk ibadət məqamındadır, rüku məqamındadır, səzdə edərlər mələklər, rüku edərlər, təsbih edərlər. Amma onların işi fəqət budur. O cür yaradılıblar, o cür xəlq olunublar. Amma insan belə deyildir. İnsan gərək özü o məqama çatsın, özü meyrac etsin, ucalsın, yüksəlsin və o məqama yetişsin. Deməli, bu beytdə də biz yenə də insanın bərzəx olduğunu görürük Sədinin bu beytində. Yəni, deyir ki, insan heyvanla mələk arasındadır. Yəni, insan nəfsinə uyduğu zaman, şeytana uyduğu zaman heyvaniyyət insana hakim olur, şeytaniyyət insana hakim olur. Amma insan öz nəfsinə qalib gəldiyi zaman, Allahı zikr etdiyi zaman mələk ruhu insana hakim olur. İnsanın ruhi keyfiyyətləri insana hakim olur və mələkdən də uca və üstün bir varlığa çevrilir. Hörmətli tamaşaçılar, bugünkü verilişimizin də sonuna gəlib çatdıq və inşallah
bu qəzəlin digər beytlərini gələn verilişlərimizdə izah edəcəyik. Sağ olun və salamat qalın.